Salam, hər vaxtınız xeyir olsun. Demək, informatikada bu tipli sualların sizə həllini izah etməyə çalışacağam. Gəlin başlayaq. Bu da informasiyanın kodlaşdırılması və miqdarın ölçülməsi bölməsindəndir. Dövlət İmtahan Mərkəzinin, yəni kitabındandır, seçmişəm və işlənməsi qaydasını sizə öyrətməyə çalışacağam. Gəlin vaxt itirmədən ilə başlayaq. 37-ci sualdan. Aha. Deməli, bu ifadəni aşağı köçürdək. Yazılıb ki, 4-ün üzəri 2 üstə gəlinsin x kilobayt deməli bərabərdir 64 megabayt. Tənliyini həll edin. Yəni konkret olaraq burada tənliyi həll etmək, yəni x-i tapmaq deməkdir. Onda gəlin biz bu ifadəni belə loru dildə isə parçalayaq. Yəni sadələşdirək. 4-ü yazaram 2-nin üzəri 2 kimi və 2 plus x-i də olduğu kimi saxlayaram. Deməli, bu da kilobaytlandır. Bərabərdir yazıb 64 megabayt. 64-ü də 2 üstü 6 şəklində yazmaq mümkündür. 2 üstü 6 şəklində. Demək, megabaytla da sadəcə sol tərəf kilobayt. Onda gəlin megabaytı da nəyə gətirək? Kilobayta. Ona görə də bu ifadəni də biz nəyə vurmalıyıq? 2 üstü 10-a. Demək, hər iki tərəf oldu kilobaytla. Onda biz nə edəcəyik? Bu ifadəni, yəni yuxarını vuruq. 2 üzəri 4 plus 2x bərabərdir 2 üstü 6, o da 10. 16. Demək, indi görürük ki, əsaslar, yəni belə desək, ikilər eynidir. Onda qüvvətləri bir-birinə bərabər eləyirik. Riyaziyyatdan bunu bilirik. 4 üzərinə gəlsin 2x bərabərdir 16. Onda 2x buradan bərabərdir 4-ü keçirsək. Bura eləyər 12, x də bərabərdir 6. Demək, burada bizim tənliyimizin cavabı x oldu 6. Yəni 37-ni ümid edirəm ki, başa düşdünüz. İndi gəlin